Erdoğan sərt danışdı. Heç kim bizi diz çöktürə bilməz. Amerika Birləşmiş Ştatları İranda müharibəni niyə bitirə bilmir? Amerika Birləşmiş Ştatları İrana ordu yeridir. Təcili. İsrail raket və minalar istehsal edən obyekti vurdu. İran zabitlərinin olduğu iqamətgah vuruldu. Amban. Bu ölkənin tankeri Hörmüzdə vuruldu. Bakıda güclü yağış fəsadlar törətdi. Türkiyənin yerləşdiyi region son 100 illiyin ən böhranlı dövrünü yaşayır. İran ətrafında gərginliyin artmasının bədəlini isə bütün bəşəriyyət ödəyir. Axar TV xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan deyib. Onun sözlərinə görə regionda heç kim unutmamalıdır ki, bombaların və raketlərin ölümcül gürültüsü dayandıqdan sonra xalqlar yenə də yanaşı yaşamağa məhkumdur. İstər İran olsun, istərsə də Körfəzin ərəb ölkələri. Məgər hamımız zərbələrə məruz qalmırıq? Türkiyə və onun xalqı dost və qardaş hesab etdiyi xalqları nə kədərdə, nə də sevincdə tək qoymayacaq. Kimin törətməsindən asılı olmayaraq qanunsuzluğun, quldurluğun və tiranlığın bütün formalarına qarşı çıxacağıq. Ankara tarixin haqq olan tərəfində dayanır. Sağlam düşüncədən geri çəkilməyəcək və özünə nəzarəti itirməyəcəyik. Türkiyə lideri vurğulayıb ki, heç kim Türkiyəni diz çöktürə bilməz. Bütün ölkələrə qarşı sülh və sabitliyə yönəlmiş xarici siyasətimizi dəyişməyəcəyik. Qardaş xalqlar arasında düşmənçiliyi və parçalanmanı dərinləşdirəcək istənilən addımları rədd edirik. Erdoğan bildirib ki, regionda baş verən müharibələrdə tökülən göz yaşları arasında heç bir fərq yoxdur və müsəlmanlar arasında ayrı seçkilik etmək yol verilməzdir. O bildirib ki, təcavüzkarlar üçün insanların hansı məzhəbə və ya millətə mənsub olması əhəmiyyət daşımır. Müharibə İsrailin savaşı olsa da, ən ağır bədəli əvvəlcə müsəlmanlar, sonra isə bütün bəşəriyyət ödəyir. O, Benyamin Netanyahu hökumətini münaqişəni genişləndirməkdə və Livana doğru addım-addım irəliləməkdə ittiham edib. Prezident həmçinin Əl-Əqsa məscidi ilə bağlı da fikir bildirib. O vurğulayıb ki, müsəlmanların bu məsciddə ibadət hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Amerika Birləşmiş Ştatlarında bildirirlər ki, güclü Qəzzəb adlı hərbi əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Stasionar obyektlər güclü zərbələrə məruz qalıb. Amerika zərbə qrupları İranın hava məkanında yüksək nəzarətlə hərəkət edir. Buna baxmayaraq bölgədə müharibə davam edir. Axar TV xəbər verir ki, bu barədə Makalaster Kollecinin beynəlxalq münasibətlər və siyasi nəzəriyyə üzrə professoru Andrey Latamın məqaləsində qeyd olunub. Bildirilib ki, Amerika Birləşmiş Ştatları və İsrailin hava kampaniyası öz məqsədləri baxımından effektiv olub. Onun fikrincə, problem ondadır ki, Amerika Birləşmiş Ştatlarının hava qüvvələri müharibəni bitirən işi görmür. O, vurğulayıb ki, İran hələ də zərbələr endirir, uyğunlaşır və dövlət kimi fəaliyyətini davam etdirir. Münaqişənin intensivliyi son dövrlərdə azalsa da, onun sözlərinə görə vəziyyət hələ də nizamlanma mərhələsinə keçməyib. Professor əlavə edib ki, Amerika Birləşmiş Ştatları və İsrail İranın yüksək texnoloji obyektlərinə, stasionar qurğulara, istehsal mərkəzlərinə və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin elementlərinə ciddi zərbələr endiriblər. Amerika hərbçiləri bunu sürətli və ardıcıl şəkildə həyata keçiriblər. Cəmi bir neçə gün ərzində Amerika Birləşmiş Ştatları və İsrail ölkənin hərbi infrastrukturunun əhəmiyyətli hissəsini məhv edib ki, bu da ciddi nəticə hesab olunur. Lakin Latam qeyd edir ki, müharibənin taleyi yalnız müəyyən edilə bilən hədəflərin məhv edilməsi ilə həll olunmur. O vurğulayıb ki, Amerika Birləşmiş Ştatları və İsrailin məhv etdiyi sistemlər əsasən ən asan aşkar olunan hədəflərdir. Eyni zamanda mobil buraxılış qurğuları yer dəyişir, dağılır və əraziyə və ya şəhər sığınacaqlarına çəkilir. Komanda strukturları isə tam dağılmır, sadəcə uyğunlaşır. Professorun fikrincə, Amerika Birləşmiş Ştatları və İsrail İran silahlı qüvvələrinə ciddi zərbə vuraraq, onların fəaliyyətini iflic etsələr də, onları tam məhv edə bilməyiblər. Tehran qüvvələri təzyiq altındadır, lakin bu vəziyyətə uyğunlaşıblar. Latamın sözlərinə görə, hazırda İran əleyhinə hərbi əməliyyatların daha geniş miqyaslı mərhələyə keçdiyini göstərən əlamətlər yoxdur. Amerika Birləşmiş Ştatlarının ölkə ərazisini və ya hakimiyyətini ələ keçirmək niyyəti də görünmür.
Amerika Birləşmiş Ştatları İrana qarşı quru əməliyyatına başlamaq haqqında qərar qəbul edib. Axar TV xəbər verir ki, bu barədə New York Times nəşri məlumat yayıb. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranın enerji infrastrukturuna zərbə endirilməsini 7 aprelə qədər dayandırdığını açıqlamış və bunu aparılan danışıqlarla əlaqələndirmişdi. İsrail ordusu İranın Yəz şəhərində raket və dəniz minaları istehsal edən təsisata zərbə endirib. Axar TV xəbər verir ki, bununla bağlı Çaxal məlumat yayıb. İran donanmasının raketlərinin və minalarının əksəriyyəti bu müəssisədə istehsal olunur. Məlumatda qeyd olunub. İranın Kürdistan əyalətinin Sənəndəd şəhərində sərhəd mühafizəsi komandirlərinin iclası hədəfə alınıb. Axar TV xəbər verir ki, bu barədə Telegram kanalları məlumat yayıb. Yerli mənbələrin məlumatına görə sərhəd mühafizəsi komandirlərinin görüşü yüksək rütbəli zabitin şəxsi iqamətgahında keçirilirdi. Həmin iqamətgahın raket zərbəsi ilə vurulduğu bildirilib. Qeyd edək ki, komandirlər arasında itkilər hələ rəsmi olaraq təsdiqlənməyib. Hörmüz boğazından icazəsiz keçməyə çalışan Taylanda məxsus tanker raket hücumuna məruz qalıb. Axar TV xəbər verir ki, bu barədə Telegram kanalları görüntü paylaşıb. Hücum nəticəsində tankerdə yanğın başlayıb. Ötən gecə İsrail ordusuna məxsus qırıcı təyyarələr İranın paytaxtı Tehran və ondan qərbdə yerləşən Kərəc şəhərindəki strateji obyektlərinə intensiv hava zərbələri endirib. Axar TV xəbər verir ki, bu barədə Telegram kanalları məlumat yayıb. Bildirilib ki, bu müharibənin başladığı vaxtdan bəri ən ağır hücumlardan biri olub. Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur. Axar TV Oxaza istinadla xəbər verir ki, bura xüsusilə Sabunçu Dəmiryol vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir. Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.